Herkese salam, kanalımıza hoş gelmişsiniz. Əziz izləyicilərim, bugün sizlerle birlikte təbiətin qoynundan tamamilə təbii və unikal bir ənənəvi resepti köz üzərində əsl zoğal mürəbbəsi hazırlayacağıq. İlk olaraq bağımıza gəlirik və budaqlardan lalə kimi qıpqırmızı tam yetmiş zoğalları böyük bir həvəslə yuyuruq. Yığdığımız zoğalları səliqə ilə böyük qaba doldurub bol su ilə ətraflı şəkildə yuyuruq. Bəs zoğal niyə partlamır? Yadınızda saxlayın ki, zoğal çox zərif meyvədir. Onu birbaşa çox qaynar şərbətə tökmək. Daxilindəki o zaman hava genişlənərək qabığını partladır. Ona görə ilk olaraq zəif oda, ilıq şərbətə əlavə edirik. Açıq havada ocaq üzərində qazanımızı yerləşdiririk. Su və şəkər tozu əlavə edirik. 2 kilo zoğala 2 stəkan yarım su, 1 kilo 800 qram şəkər tozu əlavə edib şərbət düzəldirik. İlıq şərbətə zoğalları əlavə edirik. Rənginin tütləşib qaralmaması üçün uzun müddət saxlanılır. Həmçinin səthdə yaranan köpükləri mütəmadi olaraq təmizləyirik ki, şəffaf və qıpqırmızı qalır. Şərbət qaynayan kimi qaynamağa başlayanda daşmaması üçün üzərini tez-tez təmizləyirik. Mürəbbənin laxtalanmaması, yəni həddindən artıq qatılaşıb jeli halına düşməməsi üçün zoğalın tərkibindəki təbii pektin maddəsini nəzərə almalıyıq. Şəkərin miqdarını düzgün tənzimləmək lazımdır. Mürəbbənin lazım olduğundan artıq qaynatmayıq. O zaman qatılaşacaq. Sonda kağızı suyu ilə artıq şirəni alıb, üzərinin kəfini alıb mürəbbəmizi ideal hala gətiririk. Baxın, nəticə necə heç biri partlamamış və möhtəşəm rəngi var. Zoğalın bişməyini həm salfet üzərində yoxlaya bilərsiniz, həm də mənim kimi qaba qoyaraq xətt çəkin. Əgər xəttiniz birləşmirsə, deməli mürəbbəmiz bişibdir. Rənginin gözəlliyi göz oxşayır. Eyni zamanda bir nüansını nəzərinizdə saxlayın ki, zoğal bişirərkən yığdığınız zoğalların hamısı eyni rəngdə olmalıdır. O zaman zoğallarınız ideal rəngdə və ilk olaraq zəif odda, daha sonra isə qaynamağa başlayanda ocağın altını yüksəldərək bu zaman zoğalımızda heç bir qatılaşma, heç bir laxtalanma, rəngi də eyni zamanda çox gözəl qalacaq. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı, şərhlərdə fikirlərinizi bildirməyi unutmayın. Hələlik.